eramızdan əvvəl 12-ci yüzillikdən. Bu ifadə təkcə zamanın ölçüsü deyil, həm də Azərbaycan təbabətinin minilliklərə uzanan tarixinin başlanğıcıdır. Bakının mərkəzində yerləşən Azərbaycan Təbabəti Muzeyi bizi bu tarixin izləri ilə tanış edən, keçmişə işıq salan zaman tunelini xatırladır. Girişdəki barelyeflər isə bizi qədim Yunan mifologiyasına, sağlamlıq tanrısı Asklep və onun qızları Gigiyena ilə Panaseyanın dövrünə aparır. Elə biz də muzey ilə tanışlığa uzaq keçmişə, eramızdan əvvəl 12-ci yüzilliyə səyahətlə başlayırıq. Səhiyyə Nazirliyi Azərbaycan Təbabəti Muzeyi 1984-cü ildə yaradılıb, rəsmi açılışı isə 1986-cı ildə olmuşdu. Muzey arxitektur binada yerləşir, burada Qaraşəhər müalicəxanası olmuşdu və 1914-cü, 17-ci illərdə Həştərxandan sürgündən sonra görkəmli ictimai xadim Nəriman Nərimanov həkim kimi fəaliyyət göstərmişdi. Muzey ilk yaradılan bu günə kimi əsas vəzifəsi, əsas funksiyası Azərbaycanın zəngin tibb irsini, mədəniyyətini, elmini dünyaya təbliğ eləmək, çatdırmaq, yaşatmaq və gələcək nəslimizə qoruyub saxlamaqdır. Muzeyimizin çox zəngin fondu var, 13 mindən çox eksponatlar qorunub saxlanılır. Səfərimiz muzeyin ilk zalından başlayır. Burada Hipokrat və İbn Sinanın büstləri, eləcə də İbn Sinanın tibb elminin qanunu əsərinin 1143-cü ilə aid əlyazması nümayiş etdirilir. Muzeyin birinci zalında həkimlik sənətinin peşəkar etik kodu hesab edilən Hipokrat andının əks olunduğu sərlifə yerləşdirilib. 1968-ci ildə Azərbaycanlı professor Ümmünisə Musabəyova Fransada keçirilən beynəlxalq konfransda çıxışı zamanı Hipokrat andına bir cümlə əlavə olunmasını təklif edir. And içirəm ki, ömür boyu öyrənəcəyim. Onun bu təşəbbüsü müsbət qarşılanıb və qəbul olunub. Zamanla irəlilədikcə tibb tariximizin dönüş nöqtələrinə çatırıq. 2-ci, 3-cü və 4-cü zallar səhiyyəmizin ilklərinə həsr olunub. Burada 19-cu əsrin ikinci yarısında xaricdə təhsil alan ilk Azərbaycanlı həkimlərin, Bakıda ilk pulsuz müalicəxananın təşəbbüskarlarının sənədləri təqdim olunur. Həmçinin Azərbaycanın ilk diplomlu qadın həkimləri, pediatriyanın banisi Yevsey Gindes və ilk səhiyyə naziri Xudatat bəy Rəfibəyova həsr olunmuş bölmələr yer alır. Muzeyin 6-cı zalında 2-ci Dünya müharibəsi zamanı ön və arxa cəbhədə xidməti vəzifə borclarını şərəflə yerinə yetirən tibb işlərinə dair onlarca eksponat sərgilənir. Burada Kerç boğazını keçərkən göstərdiyi igidliyə görə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Səməd Abdullayeva, o cümlədən Almaniyada yaralıları xilas edərkən həlak olan Sovet İttifaqı qəhrəmanı Məmməd Məmmədova dair foto və məlumatlara rast gəlmək mümkündür. Bundan əlavə Sovet İttifaqı qəhrəmanı tibb xidməti polkovnik leytenantı Valentin Miranova da dair foto və məlumatlar burada nümayiş etdirilir. Zalda sanitar qatarla Bakı vağzalına yaralıların gətirilməsini, akademik Topçubaşovun əməliyyatını əks etdirən maket dioramalar təqdim olunur. 7-ci zalda görkəmli səhiyyə təşkilatçısı Əziz Əliyevə həsr olunmuş stend və vitrin yer alır. Burada həmçinin akademik Mustafa Topçubaşov və onun oğlu cərrah İbrahim Topçubaşova, sosialist əməyi qəhrəmanları Şamama Ələsgərova, Böyükxanım Əliyeva və Zəhrə Qazıyevaya aid eksponatlar da təqdim olunur. Zalda Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun və Əziz Əliyevin büstləri də nümayiş olunur. Növbəti zal ümummilli lider Heydər Əliyevə və onun səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya həsr olunub. Onun rəhbərliyi dövründə Bakıda və regionlarda ixtisaslaşmış tibbi mərkəzlər yaradılıb, müasir cihaz və avadanlıqlarla təchiz olunub, həmçinin xarici ölkələrdə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına şərait yaradılıb. Zalda həmçinin Azərbaycanın görkəmli oftalmoloqu akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş güşə yer alır.
Muzeyin sonuncu ekspozisiyası adlarını Azərbaycan müstəqillik tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlara, 1-ci və 2-ci Qarabağ müharibələrinin şəhid tibb işçilərinə həsr olunub. Göründüyü kimi biz muzey ilə tanışlığımıza Hipokrat andı ilə başlayıb, həmin anda vətənə, millətə layiqli xidmət əhdinə sadiq qalanlara aid sentlə yekunlaşdırdıq. İnanırıq ki, Azərbaycan həkimlərinin uğurları bununla yekunlaşmayacaq. Ağ xalatlarımız Azərbaycan və dünya təbabət elminə bəxş edəcəkləri yeniliklər və ixtiralarla muzeyin ekspozisiyasını daha da zənginləşdirəcəklər.